Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Əziz izləyicilər, biz növbəti canlıda sizi xoş gördük. Zəhmət olmasa səslə bağlı bir şey deyərdiniz. Əgər səs uyğundursa, səsimiz yaxşı gəlirsə, biz qarşıdakı dəqiqələrdə bir neçə məsələyə münasibət bildirmək istəyirik. Onu da qeyd edeyim ki, bugün yenə də deməli bizim canlının əsas mövzusu İran ətrafında baş verəcək. Bugün 5 mart 2026-cı ildə təqribən səhər saatlarında Azərbaycan ərazisi olan Naxçıvan Muxtar Respublikasına dron düşüb, pilotsuz dron düşüb. Bu barədə deməli biz bəzi məsələlərə aydınlıq gətirmək istəyirik. Əvvəla hər birinizi xoş gördük, salamlayırıq və yenə də adəti üzrə təşəkkür edirəm, səslə bağlı məlumat verdiniz. Yenə də adəti üzrə deməli canlını bəyənib paylaşmağı və eyni zamanda yorum yazmağı və kanala abunə olmamışsınızsa kanala abunə olmağı xahiş edirik. Beləliklə biz bugün danışmaq istədiyimiz mövzunu sizə bir daha elan edirik. Deməli bildiyiniz kimi 5 mart 2026-cı il Naxçıvan Muxtar Respublikasına Naxçıvan hava limanının yanında və bir də bir məktəbin, Babək rayonunda məktəbin kənarına bir deməli pilotsuz dron düşməyi ilə bağlı məlumatlar yayıldı. Bununla bağlı İlham Əliyev Təhlükəsizlik Şurasının toplantısını çağırdı və qarşılıqlı, daha doğrusu sərt şəkildə İlham Əliyevin biz İrana qarşı olan ittihamını gördük. Bu ətrafda biraz danışmaq istəyirik. Bəzi həqiqətləri insanların diqqətinə çatdırmağa cəhd eləyəcəyik. Əziz izləyicilər, bir daha bəyənməni artırmağınızı xahiş edirəm və mən ilk öncə ondan başlamaq istəyirəm ki, əlbəttə bugün bizim elə əvvəlinci gündən bugün artıq İrana qarşı işğalçı hücumun və bu işğalçı müharibənin 6-cı günüdür. Biz əvvəlinci gündən belə gözləntilərimiz var idi. Bunu biraz açıq şəkildə dilə gətirməsək də müəyyən gözləntilər var idi. Çünki İran ilk gündə elə təqribən 8 ölkədə daha doğrusu Amerika Birləşmiş Ştatlarının çox strateji bazalarına atəş açdı və düzdür, Amerika Birləşmiş Ştatları və İsrail öz itkilərini bacardığı qədər gizlətməyə çalışır. Amma dünən İran Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Larijani bəyanat verdi ki, Amerika Birləşmiş Ştatlarının təqribən 500-dən çox əsgəri öldürülüb. Amerika Birləşmiş Ştatları və işğalçı rejim
nədənsə biz bu mövzuda əslində dünənləri danışmışdıq. Bu gün bu mövzuların şərhinə o qədər də zaman ayırmaq istəmirik. Demək istədiyim odur ki, ilk günlərdən bizim gözləntimiz bundan ibarət idi ki, İran Azərbaycanda da müəyyən strateji obyektləri vura bilər. Əziz izləyicilər, mən məsələlər çox deməli bir-birini təqib eləyir, çox sürətlə inkişaf eləyir hadisələr, o qədər sürətlə inkişaf eləyir ki, mövzuları təhlil etmək, şərh etmək, mövzular haqqında danışmağa adam vaxt çatdırmır. Amma hər halda bugün bu oyun barəsində Azərbaycanın və Türkiyənin zorla bu savaşa deməli sürüklənməsi ilə bağlı biz danışmaq istəyirik və gördüyünüz kimi mövzunun adı da belədir. Azərbaycan oyuna gətirilir və Bakı-Ankara savaşa daxil edilməsi kimə sərf eləyir? Bu ətrafda biz danışacağıq. Bizim əvvəldən də illərdir biz bu istiqamətdə söhbətlər etmişik ki, faktlarla əsaslandırmağa çalışmışıq ki, əslində Azərbaycan ətrafında baş verən proseslər İrana qarşıdır. Azərbaycan üzərindən İrana quru deməli Amerika Birləşmiş Ştatlarının və İsrailin quru yolla deməli quru əməliyyatları daha doğrusu Azərbaycan üzərindən həyata keçirilmək planlaşdırılır. Bu illərdir biz bu proqnozları deyirik, bu barədə danışırıq. Azərbaycan tərəfi bunu hər dəfə bu informasiyaları deməli təksib edirdi. Ona görə təksib edirdi ki, belə bir vəziyyət yaranmamışdı. Amma indi artıq görürsünüz İlham Əliyevin bugün Təhlükəsizlik Şurasının toplantısında, müşavirəsində İlham Əliyevin səsləndirdiyi fikirlər əslində açıq şəkildə biraz dəqiq düşünsək görürük ki, bu hücum kimi təqdim edilən hadisə əslində saxta və yalan bir bəhanədən başqa bir şey deyil. Əziz izləyicilər, mən ilk öncə rəsmi xəbərlərdən sizi məlumatlandırmaq istəyirəm. Deməli, birinci olaraq Abbas Əraqçı, İran İslam Respublikasının Xarici İşlər Naziri dərhal öz həmkarı Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramovla əlaqə saxlayıb, yəni ona zəng eləyib və ona bildirib, mən rəsmi xəbər oxuyuram. Deməli, xəbərdə bildirilir ki, Abbas Əraqçı Ceyhun Bayramova zəng eləyib, telefon danışığı zamanı nazir Ceyhun Bayramov İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib. Bu, İran İslam Respublikasının xarici siyasətinə rəhbərlik edən şəxsin deməli münasibətidir. Azərbaycan ərazisinə bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb. Bu da ciddi bir məsələdir. İranlı nazir Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları ilə bağlı narahatlığını ifadə edib. İran tərəfinin və hərbçilərin bu hadisə ilə bağlı araşdırma başladığını bildirib. Xarici İşlər Nazirliyi yaralanan mülki şəxslərə şəfa diləyib. İran tərəfindən hücumlarla bağlı üzr istənilməsi, araşdırmaların nəticəsinə dair qısa müddət ərzində izahat verilməsini, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görülməsini gözlədiyimizi diqqətə çatdırırıq. Bunu da deməli bizim tərəf məlumat verib ki, İlham Əliyev də Təhlükəsizlik Şurasının toplantısında bu fikirləri səsləndirib. Əziz izləyicilər, bu o deməkdir ki, İran tərəfi bu dron hücumlarını deməli qəbul etmir və öz üzərinə götürmür. Bu barədə araşdırma aparılacağını və sonra bir cavab verəcəyini deyir. Sonra bir rəsmi məlumat da ondan ibarətdir ki, mənim üçün maraqlıdır. Martın 5-də, yəni bugün bu hadisə ilə bağlı
İsrailin Xarici İşlər Naziri Gideon Sar, Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramova, o da Ceyhun Bayramova zəng eləyib və telefon danışığı zamanı regionda artan təhlükəsizlik riskləri, xüsusilə hərbi gərginlik və bunun regional sabitliyə təsirləri ətrafında fikir mübadiləsi aparılıb. Burada görsən, əslində biraz xalqın başa düşə bilməyəcəyi tərzdə diplomatik dildə informasiyalar tirajlamaqla biraz oyun qurmağa çalışırlar. Amma əslində dərhal İsrailin Xarici İşlər Nazirliyinin, eyni zamanda təkcə İsrailin yox, bir çox ölkələrin deməli Azərbaycana ilə əlaqə saxlaması və bu məsələni güya pisləyirlər və sair kimi bəyanatlar və eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu mövzu ilə bağlı Azərbaycan yanında olacağını və sair kimi məsələlər gündəmdədir və mən bu gün istəyirəm həm də Şuşa bəyannaməsini xatırladım və bu il 26-cı il yanvar ayında Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Vence ilə Azərbaycana səfəri zamanı Azərbaycan-ABŞ arasında təhlükəsizlik əməkdaşlıq xartiyası imzalandı. Burada ən çox regionun təhlükəsizliyi, logistika və digər iqtisadi məsələlər, logistika və digər məsələlər də orada nəzərdə tutulurdu. Amma ən əsası regionun təhlükəsizliyi. Bu mövzuya da biz bugün diqqət ayıracağıq. Çünki bunlar hamısı bir-birinə bağlı mövzulardır. Şuşa bəyannaməsini mən ona görə xatırlatdım ki, Şuşa bəyannaməsi deməli Türkiyə ilə Azərbaycan arasında imzalanmış bir bəyannamədir. Bunun mahiyyəti bu iki ölkədən hər hansı bir ölkəyə üçüncü müdaxilə olarsa, üçüncü ölkə tərəfindən hücum olarsa, bu ölkələrin birgə fəaliyyət planı nəzərdə tutulan bəyanatdır, bəyannamədir daha doğrusu. Bu günlərdə xüsusən bu Şuşa bəyannaməsinin ortaya çıxması və bu saxta dron hücumlarının fonunda Türkiyə ilə Azərbaycanı İran məsələsində, İranın İsrail məsələsində, Amerika Birləşmiş Ştatları mövzusunda bu iki ölkəni birlikdə oyuna, savaşa gətirmək planı deməli bu dediyim sənədlərin, imzalanan sənədlərin birbaşa tərkibidir. Əziz izləyicilər, mən indi isə icazənizlə deməli İlham Əliyevin bugünkü müşavirədə, daha doğrusu Təhlükəsizlik Şurasının iclası keçirildi və o iclasda İlham Əliyevin açıqlamalarını, daha doğrusu bu hadisə ilə bağlı səsləndirdiyi fikirləri də mən sizin diqqətinə çatdırıram. Sonra bəzi nöqtələri qeyd edəcəm. Və siz də zəhmət olmasa bəyənməni çoxaldın. Yorumlar əgər yazmaq istəsiniz, mən eyni zamanda yorumlara da baxacağam vaxt etdikcə və yeri gəlmişkən yeni gələn, yeni qoşulan izləyiciləri mən də salamlayıram və mənə salam verənlərə də əleyhissalam deyirəm. Çox təşəkkür edirəm, zaman ayırıb bizim canlını izləyirsiniz. Hər biriniz var olun. Bəli, İlham Əliyev bugün Təhlükəsizlik Şurasının toplantısını keçirtdi və Təhlükəsizlik Şurasının toplantısında bu fikirləri səsləndirib. Mən bir neçə yerini qısa olaraq sizin diqqətinizə çatdıracağım. Bugün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Baxın, bu ağır bir siyasi ifadələrdən dolu olan bir çıxışdır. İlham Əliyevin çıxışı Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Əslində dediyim kimi İran tərəfi hələ bunu özlərinə götürməyib. Bunu əsaslandıracağıq biz. Bugünə qədər ümumiyyətlə bu gün Naxçıvana atılan dronların İranla nə qədər əlaqəsi ola bilər və burada bir ekspert münasibəti
daha doğrusu İranın deməli metodu necədir? Belə bir ümumiyyətlə İranın tarixində, xüsusən son 30 ildə, 40 ildə İranın tarixində belə bir deməli təcrübə mövcud olubmu? Bu məsələlərə də biz toxunacağıq. Amma demək istəyirəm ki, İlham Əliyevin bu gün danışdığı, yəni Təhlükəsizlik Şurasında Şurasının iclası zamanı səsləndirdiyi fikirlər olduqca müharibə qoxusu verirdi. Qarşı tərəfi, yəni heç bir diplomatik mədəniyyətə əməl etmədən küçə söyüşləri ilə İranı təhqir edirdi və sair. Bu ən azı prezidentə, demək prezident diplomatik dildə danışmalıdır. Amma İlham Əliyevin bu gün danışığı, yəqin ki, deməli əksəriyyətiniz dinlədiniz, qulaq asdınız və yaxud da yazılı mətndə var. Əgər qulaq asmamısınız, dinləməmisiniz, oxumamısınızsa buna bir daha baxa bilərsiniz. Və dediyim kimi İlham Əliyevin bu davranışı deməli küçə davranışına bənzəyir. Sanki bu 44 günlük savaşda ona Azərbaycan hərbiçilərinə deməli hərbiçilərinin nəzarətinə verilən Qarabağ ərazisini bu özü azad etmiş kimi deməli buna elə inandırıblar. Özü də inanıb ki, elə bilir bu özü azad eləyib. Onun hələ onun deməli xəyalı ilə, daha doğrusu eyforiyası ilə İlham Əliyev danışır. Amma həqiqətlər başqadır. Biz bu barədə həmişə danışmışıq. Deməli İlham Əliyevin burada bir fikir yadıma düşdü ki, İlham Əliyev Qarabağ ətrafında gedən proseslərdən, hətta mən deyirdim ki, özü də xəbərsizdir, bilmir orada nələr baş verir. Sadəcə hazır gələn tekstləri İlham Əliyev deməli oxuyur, onları icra etməklə məşğuldur. Zaten onun başqa bir gücü də yoxdur, elə bir qüdrəti də yoxdur ki, İlham Əliyev dursun, məsələn, Qarabağ ətrafında və yaxud da regionda gedən proseslərlə bağlı hər hansı bir strategiya təyin eləsin, hər hansı bir siyasət yürütsün və s. Bunlar mümkün deyil. Və mən İlham Əliyevin səsləndirdiyi fikirləri davam eləyirəm. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Bu cümlənin üstündə biraz dayanmaq istəyirik. İlham iddia eləyir ki, Əliyev atəşin hədəfi mülki obyektləridir. Biz bu vaxta qədər İranın deməli son 40 ildə, 47 ildə İslam inqilabından sonraki tarixinə nəzər salaq və xüsusən son deməli illərdə və burada hələ İranın özünün birbaşa savaşını biz nəzərdə tutsuq. 25-ci ilin iyul ayında 13 günlük savaşı göz önünə gətirə bilərik. Və ondan sonra elə 28 fevral 26-cı ildə İrana qarşı hücumlar, işğalçı hücum və İranın cavabı, dediyim kimi 8 dənə ölkədə eyni anda 8 ölkəyə etdiyi hücumlar. Və bunların heç birində İran bir dənə də mülki obyektə atəş açmayıb. Bir dənə də mülki obyektə atəş açmayıb. Necə olur ki, İran deməli səhv etmirəmsə 6 körfəz ölkəsinə, 8 körfəz ölkəsi var, amma 6-sına eyni zamanda 6-sında Amerika Birləşmiş Ştatlarının bazalarını vurdu. Körfəz ölkələrinin heç birində İran mülki obyektlərə deməli atəş açmadı. Necə ola bilir ki, İran başqa ölkələrdə mülki obyektlərə atəş açmayan İran Azərbaycanda isə məhz məktəbə və eyni zamanda deməli hava limanına, aeroporta atəş açır. Əzizlər, xatırlayırsınızsa fevralın 28-də İsrailin və Amerika Birləşmiş Ştatlarının İrana işğalçı hücumu nəticəsində birinci olaraq
orada Nuhabad səhv etmirəmsə, şəhərin adını yanlış da deyə bilərəm. Nuhabad idi səhv etmirəmsə, orada qızlar məktəbinə deməli ateş açıldı. Bunu İsrail və Amerika Birləşmiş Ştatları etdi. Təqribən 200-ə yaxın orada 170-i şagird olmaqla və müəllimlərlə birlikdə 200-ə yaxın deməli qız, günahsız insanlar orada xanımlar dünyalarını dəyişdilər. Dünya ictimaiyyəti bu mövzunu gündəmdə saxladılar və bu mövzunu ortaya qoydular ki, necə ola bilər? Yəni sən İranla əgər müharibə elan edirsənsə, birinci sənin qızlar məktəbinə niyə hücum eləyirsən və bu dünya miqyasında Amerika Birləşmiş Ştatları ilə və İsrailin bir daha sübut olundu ki, bu ölkələr uşaq qatilidirlər. Mən düşünürəm ki, məktəb mövzusu, bunların deməli dronun məktəbin yaxınlığına düşməsi həmən o mövzunu biraz gündəmdən çıxartmağa hesablanıb. Yəni bir əks argument kimi deməli ortaya qoyulacaq ki, bəs siz deyirdiniz İranda məktəbi İsrail vurdu, amma elə bunlar eyni yoldadılar, deməli eyni formadadılar. Eyni yolun yolçulardılar ki, İranda nə olsun, Naxçıvanda məktəbə ateş açır. Yəni bax, bu günə qədər, daha doğrusu bu bir neçə gün ərzində İran və İsrail və ABŞ-ın beynəlxalq imicinə ciddi ziyan vuran bu məktəb hücumunu örtbasdır etmək üçün bu məktəb mövzusu atılıb ortaya. Bu məsələdə ikinci mövzu, biz görmüşük ki, bu günə qədər İran təcrübəsində görsənib ki, İran əvvəla hansı ölkəyə hücum edirsə, həmən ölkə hücumunu üzərinə götürür. Yəni vurdu, qaçdı, gizləndi söhbəti yoxdur. Əgər hansı hücum eləyibsə, kimin qulağına şilləni vurubsa, kimin burnunu sındırıbsa, deyir, bunu mən eləmişəm, yaxşı eləmişəm və faktlar qoyur ortaya. Bu səbəblərə görə əvvəl xəbərdarlıq eləyir, sonra faktlar qoyur ortaya ki, bu səbəblərə görə mən bu addımı atmışam. Dediyim kimi, İran bu məsələdə bu mövzunu üzərinə götürmədi. Hələ araşdıracaq. Əgər İranın rəsmi dairələri, təbii ki, bu qərarla olur bu məsələ, elə belə hər əsgərin, hərbiçinin edə biləcəyi bir şey deyil. Qərar verilir və yüksək deməli Çinli bir hərbiçidən qərar gəlir və o həyata keçirilir, sonra da onun arxasına durulur. Digər məsələ isə İranın vurduğu yerdə dron gəlib harasa belə məktəbin həyətinə gəlib düşmür. Dron gəlib, məsələn, bir dənə aeroportun yanına düşüb, indi hələ düzdür, bəzi kanallardan, mən sosial şəbəkələrdən və bəzi ASTV-dən və digər ictimai kanaldan və bəzilərindən müəyyən görüntülər yayımladılar. Mən oraya baxdım, sanki dron düşüb, əgər dron düşübsə o aeroporta, normalda indi oraya uçub tamam yerə düşməli idi. Amma heç orada heç nə tərpənməyib. Sanki əllə nəyisə götürüb oradan qırıb asıblar. Xırda belə kosmetik nəsə bir dram kimi bir şey yaradıblar. Güya burada bir hadisə baş verib. İranın dronu gəldi, düşdü filan filan. Amma bunlar unudurlar ki, İran atdığı yerə, hansı yerə ki dron atır, ora elə olmur. Dron gəlsin, keçsin yerə, partlamasın və yaxud da partlasın, ya nəsə olsun, heç bir tələfat olmasın, elə olmur. İran əgər oranı vursaydı, yəni bunu təcrübədən mən deyirəm, baxın İranın hansı yerlərə, hansı şəhərlərə, hansı obyektlərə, bazalara deməli dron atıbsa, raket göndəribsə, onların hamısı ya yüksək, böyük sayda, çoxlu sayda insan tələfatı ilə nəticələnib, ya da ki, orada ciddi dağıntılar baş verib. Amma biz heç nə görmürük. 4 nəfərində güya əvvəl əslində dedilər ki, heç bir xəsarət alan olmayıb, yəni can itkisi falan yoxdur. Sonra yenə də göstərdilər ki, 4 nəfər yaralanıb və necə yaralanmadı ki, bunlar ambulator deməli şeyə göndəriblər, ambulator baxışdan sonra bunlar evə göndəriblər, evə buraxılıblar. Əgər burada ciddi bir şeylər olsaydı və orada göstərdilər, bir dənə də palatada bir nəfər sanki öz gözlərini bilərəkdən yumub
bir dənə sağlam adamı da gətirib uzadıblar ora. Bunlar hamısı deməli açıq şəkildə hiss olunacaq səviyyədədir. Bunları ona görə deyirəm ki, əzizlər, bu rejim, bu hakimiyyət deməli illərdir İsrailin nökərçiliyini eləyir, illərdir Azərbaycan xalqını İsrail xalqı ilə, Yahudilərlə dost qardaş xalqı kimi təqdim eləyir. Əksinə həqiqi dost qardaş xalqı düşmən kimi təqdim eləyir, göstərir. Və indi də deməli dost qardaş xalq olan İran xalqının üzərinə İsrailin təkidi ilə, ABŞ-ın təzyiqi ilə, təkidi ilə savaşa getməyə bir bəhanələr düzəltməyə çalışırlar ki, bunu da yaxşı bacarmırlar. Bunun bəhanələrində də elə adi gözlə baxanda görürsən, deməli yüzlərlə qüsur görürsən ki, reallığı əks etdirmir. Əgər real deməli dron hücumu var idisə, əvvəla məktəbə niyə düşməlidir? Məktəbi niyə gündəmə gətirirlər? Mən onun səbəbini izah elədim. İran, bəli, İran bəyanat verib. Bir neçə gün bundan əvvəl İran deməli bir General Cəbbari adında bir orduya cavabdeh şəxslərdən biri açıqlama verdi ki, qonşu ölkələr dostluğa sədaqətlərini göstərsinlər və İrana hücum etmək üçün işğalçı rejimə, ABŞ-a və işğalçı rejimə deməli dəstək olmasınlar. Belə bir təqribən cümlələr eyni olmasa da bu məzmunda bir açıqlama vermişdi. Bu da normal açıqlamadır. Çünki biz bilirik ki, Türkiyədə NATO-nun bazaları var. Hətta qeyri-rəsmi məlumatlara görə də xüsusən keçən ayında 13 günlük savaşda İrandan İsrailə qarşı qalxan raketlərin həmən NATO-nun bazaları tərəfindən zərərsizləşdirilməsi gündəm mövzularından idi. Deməli, Azərbaycanda da İsrailin bazaları və xüsusən biz bu barədə dəfələrlə danışmışıq. İşğaldan deməli azad edilmə adı ilə Azərbaycan hərbçilərinin nəzarətinə verilən ərazilərdə İsrailin orada o 4 dənə aeroportun tikilməsi, sonra orada İsrailin bazalar, hərbi bazalar yaratması və bunun da hamısının İranın düz qulağının dibində, həmən ki ora İranla sərhəd olan ərazilərdir. O ərazilərdə İrana quru yolla hücum etməsi və xüsusən Vəhhabilərin Azərbaycanda son illərdə, 20-ci ildən sonraki dövrdə ayaq açması, onların müxtəlif yerlərdə xüsusi təlimlərə hazırlaşması ilə bağlı məlumatlar və s. və ilaxır. Bunlar hamısı onu göstərirdi ki, İran, Azərbaycan İranla savaşa gətirilir. Və burada necə ki, Ukrayna ilə Rusiyanı savaşa gətirdilər, Ukraynanın deməli real siyasətçiləri bu təhlükəni bildikləri üçün heç bir halda Rusiya ilə savaşa girmədilər və bir dənə klonu gətirdilər deməli hakimiyyətə və onun vasitəsilə Ukrayna ilə Rusiyanı indi orada 4 ili artıq tamam olub 5-ci ilə keçib Ukraynanı hansı vəziyyətə salıblar. Bunu məsələ ABŞ və Avropa ölkələri elədi. Eyni senarini Azərbaycan İran arasında salmağa çalışırlar. Bu barədə biz illərdir danışırıq və s. Deməli, əzizlər, İlham Əliyevin bu cümləsinə mən istədim şərh verəm və bu qədər uzun alındı. Dediyim kimi, əgər xülasə eləyirəm ki, əgər deməli İran bugün Azərbaycanı vurmaq istəsə, o hər hansı bir məktəbə, aeroporta deməli dron zərbəsi endirməz. O bir mənalı olaraq deməli Azərbaycanda strateji obyektlər var və ən azı İsrailə gedən boru kəməri var, neft kəmərləri var. Onları hədəf seçər ki, burada müharibə mövzusunda biraz əli güclənsin və s. Amma heç bir İrana heç bir fayda verməyən, İran üçün indiki vəziyyətdə bir ağıl var da, ağılın yolu birdir. İndiki vəziyyətdə İran üçün bu savaşın içində yeni cəbhə açmaq İrana ümumiyyətlə heç bir halda sərf etmir və İranın xeyrinə hər hansı bir prosesləri yönləndirməyəcək. Belə bir vəziyyətdə İran niyə görə dursun Azərbaycanın məktəbinə bir dənə dron atsın və yaxud da aeroportuna bir dənə
dron atsın. Davam eləyirəm. Deməli, İlham Əliyevin bəyanatı çıxışından hissələrdir. Yenə İlham Əliyev deyir ki, Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir. Bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Yəni İlham Əliyev elə təqribən eyni cümlələri əzbərləyib. Yadınızda olsa 24-cü ilin dekabrın sonlarında da 25-də də təyyarə məsələsində də elə bir sanki bu eyni mətndir. Rusiya haqqında səsləndirdi və təbii ki bu dediklərini həyata keçirmək üçün İlham Əliyevin hər hansı bir gücü yoxdur. Sadəcə bu fikirlər deməli Rusiya üçün deyiləndə bu fikirlər daxili auditoriyaya nəzərə alınmışdı. Elə indi də daxili auditoriya üçün nəzərdə alınıb bu fikirlər. Amma o zaman daxili auditoriyanın ona görə nəzərə alınırdı ki, İlhamın hakimiyyət rıçaqları biraz möhkəmlənsin, sütunları biraz möhkəmlənsin daha doğrusu. Amma indiki vəziyyətdə isə İlham Əliyev öz ərazisindən, yəni Azərbaycandan İrana qarşı müharibənin başlatmasında xalqı aldada bilsin. Yəni bu mənada. Əzizlər, burada uzun bir deməli bəli. Sonra İlham Əliyev uzundur, mən hamısını oxumaq istəmirəm. Siz xahiş edirəm yenə də bəyənmələri sayını artırın. Görürük biz təqribən 300-dən yuxarı bizi canlıda izləyən var, amma bəyənənlər hələ 37 bəyənmə var. Zəhmət olmasa bəyənmələrin sayını artırın. Sonra İlham Əliyev yenə də bildirir ki, bütün göstərişlər verilmişdir. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı. Etiraz notası veriləcək. Digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi. Bəli. Sonra burada bir məsələ də var idi. Mən o cümləni bizim silahlı qüvvələrimiz, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün xüsusi təyinatlı qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyat keçirməyə hazır olmalıdır. Belə bir cümlə var. Başqa bir cümlə də vardı. Mən o mətn uzundur, onu tapa bilmirəm. İlham Əliyev açıq şəkildə müharibə anonsunu verir. O cümləni görüm tapa biləcəm. Bu abzasını mən oxuyum. Onu da bildirməliyəm ki, bu İlham Əliyevin sözləridir. Bu gün səhər mənə məlumat verir ki, İranın Xarici İşlər Naziri müavini Bakıya zəng edib, xahiş edib ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsi Azərbaycana kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu verməyə hazırıq. Dedim ki, lazım deyil. İndi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Baxın, bu şeylərlə, cümlələrlə də göz boyamağa çalışır. Güya burada İlham humanizm göstərir, humanistlik edir. Biz göstərməliyik, falan eləməliyik, bəsməkan eləməliyik. Amma görürsünüz, İran tərəfi üzərinə götürmədiyi halda və bu şeyin, bu dron atışının ona aid olmadığını İlham Əliyev bilə-bilə ordunun İrana cavab verməsi ilə bağlı göstərişlər verdiyini deyir. Amma nədənsə burada yenə də özünü bir şey kimi göstərir. Yəni cəmaatın gözünə kül üfürmək kimi göstərir ki, mən elə İranla dostluq münasibətim var, mən belə eləyirəm, elə eləyirəm. Əgər bir mesajda da, əgər İranla Azərbaycan arasında hər hansı bir müharibə başlayarsa, onun günahkarı mən deyiləm, onun günahkarı İrandır. Əslində bax, İlham Əliyev bunu demək istəyir. Sonra burada bəli. Bu cümləni də mən oxumaq istəyirəm. İran
deməli İlham Əliyev bilirsiniz ki, dünənləri İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə getdi. Biz o barədə dünənki canlıda izah vermişdik, bəzi yorumlara və şərhlərə yer ayırmışdıq. Burada da İlham Əliyev onu bir başa vurmaq kimi qeyd eləyir. Deyir ki, mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Bax, burada əslində dünənləri mən bu barədə danışanda bir mövzunu ortaya qoydum ki, dedim, əgər İlham Əliyev həqiqətən İranın Azərbaycandakı səfirliyinə getməkdə səmimidirsə, öz dostluq əlini, səmimi dostluq əlini uzadırsa, 2 dənə əsas şərt qoymuşdum mən. Biri bundan ibarət idi ki, İran dərhal deməli İsrailə gedən neftin ixracatına stop qoymalıdır, dayandırmalıdır, ixracat dayanmalıdır ki, biz o zaman etiraf etməliyik ki, başa düşməliyik ki və qəbul etməliyik daha doğrusu ki, İlham Əliyevin bu başsağlığı görüşü səmimiyyət üzərindəndir. İkincisi də Azərbaycan həbsxanalarında günahsız yerə həbs olunan, İrana görə günahsız yerə həbs olunan bacı qardaşlarımız azad olunmalıdırlar. Əgər İrana qarşı İlham Əliyev səmimidirsə, İrana görə həbs olunan insanları həbsdə saxlanılması qeyri-səmimidir. Bunlar dərhal azadlığa buraxılmalıdırlar və mən bu tələbləri, bu tələbləri qoymuşdum. Daha doğrusu bildirmişdim ki, İlham Əliyev əgər səmimidirsə bu addımları atmalıdır. Göründü ki, İlham Əliyevin o səmimiyyəti, dırnaqarası səmimiyyətinin heç 24 saat vaxt ömrü olmadı. İlham Əliyev heç 24 saat tamam olmadan başladı. Deməli, İranın etmədiyi bir işə görə başladı İranı ən ağır ifadələrlə təhqir eləməyə və İranın başına vurmağa. İranın başına vurdu ki, burada İranın başına vurur ki, bəs dünyanın heç bir yerində heç bir prezident İranın səfirliyinə gedib deməli başsağlığı vermir. Mən bunu eləmişəm, mən getmişəm, sən getmisən, deməli o demək deyil ki, sən onu elə, əgər səmmisənsə nə gözəl. Əgər səmimi deyilsənsə, bu artıq çox bir iyrənc bir şeydir. Və İlham Əliyev davam eləyir ki, bəli, yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Baxın, bu ritorika, bu dil üslubu, axı bir ölkə başçısını, əgər İlham Əliyev ölkə başçısı kimi özünü aparmaq istəyirsə, heç uyğun bir üslub deyil. Bu küçə üslubudur. İlham Əliyev artıq deməli ona elə göstəriş gəlib və yaxud da İrana qarşı hücumda iştirak etmək üçün elə bir bəhanələr axtarır ki, sanki o dələduz uşaqlar olur. Görürsən ki, savaşmağı istəyir. Amma məsəl üçün qarşı tərəf ona reaksiya vermir, amma başlayır ana-bacı söyüşməyə. Adam da məcbur olur ki, savaşa girir. İlham Əliyevin bu ritorikası əslində ona bənzəyir. Görürsünüz, normal şəkildə deyə bilərdi ki, biz bunu pisləyirik və indi diplomatik dil var da, mən durub diplomatik dil kimə söylədəsi deyiləm. Amma görürsün ki, biz bunun tam əksini görürük və davam eləyirəm. Bu İlham Əliyev deyir ki, bəli, yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, yəni bu məna əslində bir mənalı olaraq nəzərdə tutulur İran İslam Respublikasının başında duran rəhbərlik. Onlara şərəfsiz deyir, açıq şəkildə. Bu şərəfsizlər bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı dəmir yumruq vasitəsilə yarıldı. Əslində bu mövzunu biz deməli çox vaxt danışmışıq, Qarabağ mövzusunu. İndi dediyim kimi dünya gücləri, Amerika Birləşmiş Ştatları, Rusiya və bəzi ölkələr, Qarabağla marağı olan ölkələr müəyyən bir beynəlxalq güc dəyişdirmə və yaxud da beynəlxalq bir plan olaraq bu ərazilərin Azərbaycan hərbiçilərinin nəzarətində olmasına razılıq verdilər
və onun əvəzində də Ermənistanın inkişafı, zaten ermənilərin orada say baxımından o qədər azdır ki, indiki Ermənistan onlara yetərlidir. Yəni yenidən hər hansı bir ərazini işğalda saxlamaqla özləri üçün problem yaratmaq və öz inkişaflarının qarşısını almaq ağıllı ermənilər üçün rasional bir addım deyil idi. Orada da bəzi millətçilik üzərindən bu mövzu bu günə qədər gəlib çatmışdı. Beynəlxalq güclərin deməli bu məsləhətləşmələri və bəzi planları nəticəsində biz bunlar haqqında zamanında danışmışıq. Bu ərazilərin nəzarəti verildi Azərbaycan hərbiçilərinə və əlbəttə ki, burada 3000-dən çox şəhidimiz oldu, 10.000-dən çox yaralımız, qazilərimiz və qazilərin, şəhidlərin də yaşayışları məlumdur necədir. Keçən həftədə bir qazi intihar etdi və biz artıq bəlkə də mən 100-ə qədər saydım. Ondan sonra bəlkə də 200-ə çatıb hələ dəqiq rəqəm deyə bilmirəm. Bu 5 il ərzində qazilər intihar eləyib, yəni vəfat edənlərin sayını deyirəm. İntihara cəhd eləyib xilas olanları hələ demirəm. Burada da indi İlham Əliyevin elə bir dişində şirə qalıb da, elə bilir ki, kiminsə hesabına deməli bəzi addımlar atıldısa, əgər sən belə öz cəsarəti və öz hesabına müəyyən işlər görürdünsə, 20-ci ilə qədər niyə görmürdün? Ondan sonra Azərbaycanın məsələn ən yaxşı dövrləri olub, deməli neftdən gələn gəlirlərin ən pik dövrləri olub. Həmin dövrlərdə deməli xüsusən 15-ci ilə qədər deməli manatın devalvasiyasına qədər ən pik dövrlər idi. O dövrlərə qədər niyə bir addım atmırdın? Niyə görə məsələn Qarabağla bağlı hər hansı bir beynəlxalq diplomatiyada, beynəlxalq siyasətdə hər hansı bir irəliləyiş yox idi. Heç adi məsələn 9-7-ci düzəlişi aradan qaldırılmır. Hələ bu günə qədər də qaldırılmayıb. Onu da deyim ki, mən bu barədə biraz bir dəfə danışmışam, geniş izahat vermişəm, bu maddələrlə danışmışam. O məsələn sadə bir şeydir. O aradan qaldırılmamışdı ki, Amerika Birləşmiş Ştatları o 7-ci düzəlişi məhz Azərbaycanla bağlı o qərar qəbul edib. Başqa heç bir ölkə haqqında o qərar verilməyib. İndi belə bir vəziyyətdə deməli sən elə hesab edirsən ki, güya indi buradan 5 dənə, 10 dənə hərbiçi göndərməklə və yaxud da Azərbaycana toplaşılan vəhhabiləri buradan İranın üstünə göndərməklə İran elə dağılacaq, parçalanacaq, İranda yəni nələrsə olacaq. Əslində heç nə olmayacaq. İran daha çox istəyir ki, quru döyüşlərinə girsin. Çünki raket hava hücumundan müdafiə və yoxud da raket müharibəsi düzdür, bu müasir dövrümüzün deməli bir hərbi taktikası, hərbi planları artıq bunun üzərindən gedir. Amma İranı heç bir halda quru üzbəyüz belə deyək də üzbəyüz əskər döyüşü, bundan sonra quru döyüşlərdə heç bir halda qələbə çala bilməzsən İrana və sənin nəinki sənin ağaların da çala bilməzlər. Əziz izləyicilər, mən deməli bu barədə danışdım. Nəzərdə tutduğum mövzular haqqında elə bilirəm ki, mən danışdım. Əlavə mövzuya keçmək istəmirəm, həm də iftar saatına az qalır, vaxtına az qalır. Ona görə təqribən bir 5 dəqiqə civarında da bir mövzu haqqında, daha doğrusu elə bu mövzunun biraz təkmilləşdirmək istəyirəm və sizdən xahiş olunur ki, siz bəyənmələri artırın və bəli, kanala abunə olmamışsa kanala abunə olun. Mən göz gəzdirirəm, bir neçə saniyə yorumlara göz gəzdirəcəm. Eyni zamanda salam yazanların hər birini salamlayıram, təşəkkür edirəm, bizim canlıda iştirak elədiniz. Yenə də görürəm orada deməli etikaya uyğun olmayan ifadələr işlədilib və hər kəs öz mədəniyyətini, öz etikasını göstərir. Biz o cür şəxslərə onların səviyyəsinə enib cavab vermək niyyətində deyilik.
Əziz izləyicilər, mən istəyirəm bugünkü canlını bir sual ətrafında bir neçə dəqiqə danışmaqla yekunlaşdırım. Əlbəttə ki, mövzu budur ki, Türkiyə və Azərbaycan bu savaşa girərsə, bu qazanan tərəf kim olacaq? Və yaxud da sualı biz belə qoya bilərik. Çünki dünən də Türkiyənin ərazisinə güya bir dronun atılması ilə bağlı məlumatlar yayıldı, amma qeyd olundu ki, o deməli zərərsizləşdirilib, yerdə düşməyib, partlayış olmayıb və bu günlərdə Azərbaycan ərazisində naməlum, hələ ki naməlum deyirik, dronun düşməsi və Türkiyənin də deməli bu məsələdə açıq aktivləşməsi. Eyni zamanda mən az qaldım unudam, bir neçə dəqiqədə mən bu Şuşa bəyannaməsi ilə bağlı danışmaq istəyirəm. Bilirsiniz ki, deməli bizim əslində bu cür danışmağa əsaslarımız var. Bu əsaslardan biri də biz düşünürük ki, Şuşa bəyannaməsinin indi gündəmə gətirilməsi, yəni bunu Azərbaycana hücum kimi qələmə verib, Türkiyəni də bunun üzərindən, Azərbaycana hücum edilməsi üzərindən və yaxud da o Şuşa bəyannaməsinin əsas mətni budur dediyim kimi, əgər bir ölkə kimsə Türkiyə və yaxud da Azərbaycana hücum edərlərsə, o zaman bu ölkələrin bir-birini müdafiə etmək hüququ yaranır. Bax, əvvəla Azərbaycan tərəfi, bütün kanallar, hətta İlham Əliyevin özü bu hadisəni hücum kimi və terror aktı kimi hətta qələmə verməyə cəhd eləyir. Bu prosesi biraz genişləndirmək və Azərbaycan xalqını aldatmaq üçün əlinə bir fürsətin düşdüyünü düşünür ki, əslində bu fürsət təbii fürsət deyil. Bu elə bir mənalı olaraq danışılmış bir fürsətdir. İkinci tərəfdən mən dediyim kimi Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında təhlükəsizlik mövzusu ilə bağlı xartiya imzalandı. Yanvar ayında, bu ilin yanvar ayında Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Vence Azərbaycana səfərə gəlmişdi. O barədə də biz bu mövzunu təhlil edəndə deməli Amerika Birləşmiş Ştatları qalır təqribən 10.000 kilometr aralıda okeanın o tərəfində, Azərbaycanla qonşu deyil, filan deyil. Bunların arasında bu təhlükəsizliklə bağlı xartiyanın imzalanmasına nə ehtiyac var? 22-ci ildə Rusiya ilə strateji əməkdaşlıqla bağlı deməli müqavilə imzalanmışdı. Ondan 2 gün sonra Ukrayna-Rusiya savaşı başladı. Sonra Şuşa bəyannaməsi. Bunlar hardasa qonşuluq prinsiplərinə uyğun olaraq nəzərə alsaq biraz anlaşılır. Amma Amerika Birləşmiş Ştatları ilə ki, orada iqtisadi, logistika məsələləri və eyni zamanda təhlükəsizlik mövzusu ilə daha çox gündəmə gəlirdi. İndi isə daşlar oturur, yəni bir yerə oturur, yəni öz yerinə oturur daşlar. Əslində bu Azərbaycanın deməli Amerika Birləşmiş Ştatları ilə təhlükəsizliyi baxımından, çünki Amerika Birləşmiş Ştatları açıq şəkildə İrana hücum eləyib, düzdür bunun adını əməliyyat qoysa da, bu artıq bir müharibədir. Burada bir ciddi məsələdə hesablamaların yanlış olması idi. Çünki əvvəlcədən elə hesablamışdı ki, elə bir neçə günün içində işini bitirəcək. Amma görünür artıq bu uzun çəkəcək, bu xamır çox su aparacaq. Amerika Birləşmiş Ştatlarında daxili xaosun yaranmaması üçün oradan çəkilməlidir. Oradan çəkilərsə, Amerika Birləşmiş Ştatları bu müharibədən çəkilərsə, bu onun bir mənalı olaraq məğlubiyyətidir və bu hər halda deməli həm orada qalması, həm orada çəkilməsi Trumpın hətta impeachment qərarına qədər gətirib çıxara biləcəyi bir mövzudur. Daxili vəziyyət olduqca acınacaqlıdır. Amerika Birləşmiş Ştatlarının elə İsrailin özündə də. Burada növbəti plan ortaya düşür ki, deməli növbəti plan Amerika Birləşmiş Ştatları özü nisbətən geri çəkilərək İranı başqa qüvvələrlə üz-üzə qoymaq və bu qüvvələrlə İranı üz-üzə qoysun. Həm öz ölkəsində Trump istəyir ki,
müəyyən bir görüntü yaratsın ki, bu artıq biz savaşmırıq, amma beynəlxalq aləmdə Amerika savaşır kimi təqdim olunsun. İranı bu forma ilə məğlub edərsə, yenə də onu öz adına yazacaq ki, bəs mən məğlub edirəm. Burada ən önəmli məsələ isə burada içki ilə bağlıdır. Bu taktika, bu variant Amerika Birləşmiş Ştatlarının maddi hesabına baha başa gələcək. Yəni maddiyyatı xərclənəcəklər. Çünki 5 gün içində əgər günə 100 əsgəri ölürsə, içki verirsə, bu çoxalacaq. Bu zaman getdikcə bu əsgərlərin, içkilərin sayı çoxala bilər və Amerika Birləşmiş Ştatlarında bu əsgər içkisinə görə çox ciddi etirazla qarşılaşa bilər Trump administrasiyası. Buna görə də istəyir ki, Amerika Birləşmiş Ştatları və İsrail istəyir ki, Türkiyəni NATO-nun üzvü olduğu üçün bu məsələyə soxmaq istəyir. Azərbaycan da bu Şuşa bəyannaməsi ilə bir tərəf əlaqələndirir və zaten bu illər ərzində biz həmişə bu fikirdə olmuşuq ki, İsrail, daha doğrusu İran, Azərbaycan arasında hərbi toqquşmanı mütləq qərb çıxartmalıdır ki, bu gün artıq biz onu görməkdəyik və yaxud da o hərbi toqquşmanın ayaq səslərini eşitməkdəyik. Bir mənalı olaraq deyək ki, biz buna sevinmirik, heç bir halda sevinmirik və bu bizim qəlbimizi yaralayır. Bir tərəfdə həqiqət olan, haqq yolunda mübarizə aparan İran, bir tərəfdə dünya imperializm güclərinə, Epstein uşaqlarına, əxlaqsızlığa, mənəvi yoxsulluğa sinə gərən İran, bir tərəfdə deməli Azərbaycan. Və Azərbaycanda da düzdür, diktator rejim, ondan sonra deməli Trumpla eyni ailə dəyərlərini paylaşan İlham Əliyev, bu söz təhqir deyil, çünki İlham Əliyevin öz ifadəsidir. İlham Əliyev, deməli Trumpla eyni ailə dəyərlərini paylaşan İlham Əliyev zaten onun heç bir yaxını o müharibədə iştirak etməyəcək əgər belə bir baş versə. Ya Azərbaycan hərbiçiləri, Azərbaycan oğulları deməli yenə də növbəti dəfə İlham Əliyevin qurbanına çevriləcəklər. Analar yenə gözü yaşlı qalacaq və ya da ki, dediyim kimi müxtəlif yerlərdən Azərbaycana toplaşan vəhabilər, hər halda o vəhabilər iştirak eləsələr də yenə də Azərbaycan oğullarının bu savaşda qatılacağı, daha doğrusu zorla məcbur edilməsi bu istisna edilmir. O zaman yenə də min bir əziyyətlə Azərbaycan anaları uşaq pulu almadan böyütdükləri deməli bir tərəfi az, bir tərəfi tox, belə bir ifadə var. Böyütdükləri uşaqları yenə də əllərindən gedəcək İlham Əliyevin ehtirasına, ondan sonra Yahudilərin, Cühudların deməli qurbanına çevriləcəklər. Bu Azərbaycan xalqı üçün çox böyük bir faciə olacaq. Zaten Azərbaycan xalqı 20-ci ildə 3000-dən çox igidini deməli əldən verdi, şəhid verdi, 10.000-dən çox insan qazi oldu. Bunlar fiziki sağlamlıqlarını itirdilər və artıq demək olar ki, demoqrafik bir vəziyyətdə, problemlərin yaşandığı bir dövrdə Azərbaycanda nəsil artırmaq üçün sağlam insanların bu cür minlərlə sıradan çıxması toplamda 22-ci Qarabağ Savaşında təqribən 15.000-ə yaxın deməli nəsil artırmaq üçün sağlam insanlar sıradan çıxdı. Belə bir vəziyyətdə bu məsələ bir daha təkrarlanarsa ki, biz 44 günlük nəzərə almayaq və bunun uzun müddətli olması bütün ekspertlər tərəfindən proqnozlaşdırılır. Biz bunun dəhşətini düşünəndə həqiqətən adamın az qalır deməli köksündə ürəyi partlasın ki, İlham Əliyev Azərbaycanı yoxsulluq vəziyyətinə gətirib çıxartmışdı. İlham Əliyev Azərbaycanı deməli ən aşağı səviyyədə yaşayış səviyyəsinə endirmişdi, insanları əzmişdi və s. və ilə axır. İndi isə İlham Əliyev Azərbaycanın gəncliyini məhv eləyir, gələcəyini yox eləyir. Açıq şəkildə göz görə-görə İlham Əliyev Azərbaycan xalqını ölümə sürükləyir. O ölüm ki, onun nə bu dünyaya, nə o dünyaya heç bir faydası yoxdur. Əgər məsələn 1-ci və 2-ci Qarabağ Savaşında biz görünüş olaraq da deyirdik, məsəl üçün vətən üçün müharibə savaşırlar bunlar və orada öldürülənlər də düşmən tərəfindən onlar şəhiddirlər və hər birinin qarşısında baş əyirik, şəhid valideynlərinin də əllərindən öpürük. Amma belə bir vəziyyətdə haqq ordusu ilə
açıq şəkildə bu deyilməlidir. Azərbaycan xalqı başa düşməlidir. Açıq şəkildə haqq ordusu ilə döyüşə girən insan əgər öldürürlərsə, onlar şəhid olmayacaqlar. Onlar aqibətləri necə olacaq, heç kimə bəlli deyil və ona görə də nə bu dünyaları deməli normal olacaq, nə də axirətləri də əldən veriləcək və kimə görə İlham Əliyevə görə, kimə görə Cuhudlara görə. Əziz izləyicilər, mən düşünürəm ki, əgər Türkiyə və Azərbaycan görünən məsələ budur ki, bizim arzu və istəyimiz ondan ibarətdir ki, Türkiyə və Azərbaycan bu savaşda tərəf olmasınlar, İsrailin və Amerika Birləşmiş Ştatlarının təzyiqi ilə, təhdidi ilə, şantajı ilə bu savaşa girməsinlər və əgər girərlərsə, burada həm Türkiyə, həm Azərbaycan itirən tərəf olacaq. Çünki artıq İran ölüm-qarım savaşına girib, İran üçün artıq itirəcək heç bir şey qalmayıb. Ona görə də İran öz mövcudluğunu qorumaq üçün, İran xalqı öz mövcudluğunu qorumaq üçün bu məsələdə, bu savaşda ancaq qələbə qazanmalıdır. Bunu İran xalqı çox gözəl bilir. Ona görə də silaha sarılıb və İran xalqının əlbəttə ki, ən böyük silahı Allaha dua etməkdir, Qurandır, Əhl-i-Beyt məktəbidir. Əhl-i-Beyt məktəbinə, Qurana, Allaha sarılan bir qoşunla döyüşə getmək və o zaman öldürülmək, burada da hər hansı bir şəhadətdən söhbət gedə bilməz. Bu məsələdə xüsusi olaraq bunu vurğuladım ki, Azərbaycan xalqı ayıq olmalıdır. Azərbaycan xalqı bu məsələlərdə hakimiyyəti heç bir halda dəstəkləməməlidir və hakimiyyətə təzyiq göstərməlidir, ən azı etiraz etməlidir ki, bizim balalarımızı aparıb, deməli, dünya və axirətlərin zayi eləmə. Mən hər birinizə təşəkkür edirəm. Deməli, canlını izlədiniz. Rəy bildirən, sona qədər izləyənlərə sağ ol deyirəm. Orada özünü apara bilməyən adamlar da, yenə onlar da sağ olsunlar, yenə vaxt ayırdılar, bizi ən azı dinlədilər. Və mən danışdığım sözləri, bunları siz müxtəlif qeyri-etik ifadələrlə ora yorum yazmaqla belə özünüzdən uzaqlaşdırmayın. Çalışın, biz dediklərimiz haqqında düşünün. Çünki biz qərəzsizik, çünki biz həqiqətləri göstərməyə çalışırıq. Çünki biz reallıqları danışmağı sevirik, çünki biz vətənimizi sevirik, çünki biz vətəndaşlarımızı sevirik, çünki biz Azərbaycanlıları sevirik. Ona görə də, amma bizim bu sevgimiz Quran əsasındadır, bizim bu sevgimiz Allahın istəyi formasındadır. Bizim sevgimiz, biz istəyirik ki, Allah bizə vətəni sev, ananı sev, bacını sev, qardaşı sev, doğmaları sev deyib ona görə sevirik. Bizim sevgimiz Allahın, demək, Allahı tanıdığımızdan dolayıdır. O yüzden də Azərbaycan xalqı gərək ayıq olsun və bu zalim, qəsbkar, qatil rejimin hiləsinə aldanmasın və bu savaşa girmək Azərbaycan xalqı üçün bir mənalı olaraq kütləvi intihar olar. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allah'a əmandır.